Birinci, ikinci və üçüncü San Mirzə üsyanlarına danışacağıq. San Mirzələr, bu dediyimiz şəxslər, özlərini Səfəvi dövlətinin nümayəndələri, davamçıları, varisləri elan edirdilər və Səfəvilər dövlətini bərpa etmək istiqamətində Nadir Şaha qarşı çıxırdılar. Onlardan biri birinci San Mirzədir. Birinci San Mirzə özünü Səfəvi şahı Hüseyin Şahın xanın, necə deyərlər, varisi elan edir və demək, üsyana başlayırlar. Bu üsyan yeri gəlmişəm 1743-cü ildə başlayır. Üsyan Şirvan ərazisinin ümumiyyətlə, daha dəqiq desək, Şamaxıda baş verir və birinci San Mirzənin müttəfiqi də var. Müttəfiqi kim idi? Sulxay xan. Sulxay xanla birlikdə birinci San Mirzə yeni Şamaxı ərazisini tutdular. Və bundan sonra idarəetməni ələ alırlar həmin ərazidə. Nadirin qoyduğu vergiləri ləğv etdilər. Təbii ki, Nadirin qoyduğu bu vergilərin ləğv edilməsi Nadir Şahın, aydın məsələ ki, xoşuna gəlmir və ümumiyyətlə ona qarşı üsyan baş verir və 1743-cü ildə əlbəttə ki, üsyanı yatırmaq istiqamətində fəaliyyət göstərir. 1743-cü ildə Şamaxı yaxınlığında döyüş baş verir. Oğlu Nəsrullah Mirzəni birinci San Mirzə üzərinə göndərir. Nəticədə Nəsrullah Mirzə qələbə qazanır, birinci San Mirzə məğlub edilir, hətta edam olunur. Onun müttəfiqi Sulxay xan isə Dağıstana qaçmalı olur. Bax, bu detallı xüsusi olaraq qeyd edə bilərik. Bundan sonra eyni bölgədə üsyan tamamilə yatırıldı mı? Xeyr, yatırılmadı. Şamaxı ərazisində demək, üsyan yenə də davam edəcək. Amma ikinci San Mirzə 1743-cü ilin sonunda Şamaxıda deyil, cənub istiqamətində Təbrizdə üsyanla cəhd edir. Baxın, Təbrizdə üsyan olub demirəm. Təbrizdə üsyanı cəhd edir. Lakin bu uğurlu olmur. Bundan sonra eyni ildə Sulxay xanın oğlu ilə birlikdə ikinci San Mirzə yenə Şamaxı ərazisində Nadir Şaha qarşı üsyana başlayır. Mən yenə dedikdə ikinci San Mirzəni nəzərdə tutmuram. Şamaxı ərazisini nəzərdə tuturam ki, yenə o üsyan baş verdi. Və 1743-cü ildə Şabran ərazisi ilə indiki Şabranla Dərbənd arasında döyüş baş verdi və bu döyüşdə ilkin mərhələdə üsyançılar qalib gəldilər. Nadirin göndərdiyi qoşun məğlubiyyətə uğradı. Və bu demək ki, üsyan dalğası biraz da böyüdü. Amma 1743-cü ilin sonunda, yəni bir neçə vaxt sonra, Aksu yaxınlığında döyüş baş verir və bu döyüşdə yenə Nəsrullah Mirzə iştirak edir və yenə qələbə qazanır. İkinci San Mirzə məğlub edilir. Məğlubiyyətdən sonra ikinci San Mirzə demək Gürcüstan ərazisinə qaçır. Amma Gürcüstan ərazisində fəaliyyət göstərən Katli-Kafey təcarı Teymuraz ikinci San Mirzəni əsir götürür və Nəsrullah Mirzəyə təhvil verir. Və bu hadisə niyə olmuşdu əslində? Biz burada qeyd etdik ki, Qazax Borçalı ərazisi verilmişdi deməli Gürcülərə. Bir növ Gürcülərə verilsə də həmin ərazi uğrunda, ərazi üzərində daha doğrusu nəzarət Nadirin ixtiyarında idi. Və Gürcülər, yəni Teymuraz bir növ Nadirə sədaqətini nümayiş etdirir. İkinci San Mirzəni təhvil verir. Aydın məsələdir ki, bundan sonra artıq ikinci San Mirzə onsuz da üsyan yatırılmışdır və üsyan başçısı da zərərsizləşdirilmiş olur. Əfşarlar dövləti mövqeyindən baxır məsələyə. Bundan sonra üçüncü San Mirzə üsyanı başladı. Üçüncü San Mirzə üsyanı ikincidən və birincidən fərqli olaraq cənubda başlayır. Əslində üsyan kitab dili ilə desək Təbrizdə başlayır, amma daha dəqiq desək Ərdəbildə başlamışdı. Əsas üsyan dalğası Təbrizə xətt edir. 1747-ci ildə başladı. Bu detallı xüsusi olaraq qeyd edə bilərik. Və üçüncü San Mirzə Nadir Şahın idarəetmə sistemini ləğv edir və hətta maraqlıdır ki, öz adına pul belə zərb etdirir. Yəni cənubda Təbriz, Ərdəbil ərazisində tamamilə idarəetməni əl almağı bacarır. Və hətta çox maraqlı bir şey qeyd edirsə, Azərbaycan xanlarına fərmanlar göndərir ki, onun
idarə etməsini qəbul etsinlər və yaxud onun səlahiyyətini qəbul etsinlər. Azərbaycan xalqları, yəni müxtəlif ərazilərdə olan feodallar onun, belə deyək ki, təklifinə müsbət cavab verməmişdilər. Bu məsələdə xüsusi olaraq qeyd edeyim. Üçüncü Sammirzi üsyanı daha ciddi, belə deyək ki, xarakter daşısa da, belə görünsə də, bu üsyanla uğursuzluqla nəticələnir. Nadir Şahın əmisi oğlu idi, Əmiraslan xan, hansı ki, İrəvan ərazisində fəaliyyət göstərirdi, daha çox ordu hökmranlığı var idi. Üçüncü Sammirzə üsyanını yatırdı və eyni və birinci Sammirzədə olduğu kimi birbaşa üsyan yatırılır və üçüncü Sammirzədə edam olunur. Bir məsələni burada qeyd edim. Üçüncü Sammirzə üsyanı 1747-ci ildə diqqət edirsinizsə, yeri gəlmişdən Nadir Şah Əfşar elə 1747-ci ildə sui-qəsdlər məruz qalır. Amma üsyanın başlanması Nadir Şah Əfşar dövrünə təsadüf etsə də, necə deyirlər, düşsə də, üsyanın süqutu, daha doğrusu üsyanın yatırılması artıq Nadir Şahın ölümündən sonra baş vermişdir. Baxın, bu detalı da biz unutmuruq. Bir daha 5-ci bölmədən, mərhələdən Sammirzələrin üsyanlarından danışsaq. Birinci Sammirzə üsyanı Surxay xanla birlikdə Yeni Şamaxının tutulması nəticələnmişdir. Nadirin qoyduğu demək, vergilər ləğv olunmuşdu. 1743-cü ildə Şamaxı döyüşü, Şamaxı yaxınlığında döyüş, Nəsrullah Mirzə qələbə qazanır. Birinci Sammirzə üsyanı məğlubiyyətlə nəticələnir və Sammirzə edam olunur. 1743-cü ilin sonu 2-ci Sammirzə Təbrizdə cəhd etsə də uğurlu olmur. Şamaxıda yenidən fəaliyyət göstərir. Surxay xanın oğlu ilə birlikdə və 1743-cü ildə Şardanla Dərbənd yaxınlığında olan ərazidəki döyüşdə birinci olaraq üsyançılar qələbə qazanmışdılar. 1743-cü ilin sonunda Ağsu yaxınlığında döyüş, Nəsrullah Mirzə 2-ci Sammirzə üsyanını bu dəfə yatıra bilir. Amma 2-ci Sammirzə demək Gürcüstana qaçır, Gürcüstanda isə Teymuraz əsir götürür və onu Nəsrullah Mirzəyə yenidən təhvil verir. 3-cü Sammirzə üsyanı Təbrizdə başlayır, Cənubi Azərbaycanda, Ərdəbildə, belə deyə bilərik, 47-ci ildə başladı, 1747-ci ildə Nadirin idarə etməsini ləğv etmişdi, eyni zamanda öz adına pul zərb etmişdi, hətta Azərbaycan xanlarına fərman göndərmişdi, onun hakimiyyətini tanısınlar deyə. Əmiraslan xan isə demək, üsyanı yatırır Nadirin ölümündən sonra və 3-cü Sammirzə edam olunur və bununla da demək, biz əsas üsyanlar dalğasını geridə qoymuş oluruq. Amma